Bugün İtalya'da okuduğum Milan Üniversiteti bizi müzeye aparır, hansı ki başqa şəhərdə. Adı isə Colezione Maramonti'dir. Burada artıq evdən çıxıram, hazırlaşmışam. Tuşumu, pamadamı çəkməmişəm, onları yolda çəkəcəm çünki çatdırmadım, gecikirdim. Avtobusu gözləyəndə də, artıq avtobusa oturanda bütün yolu ilə tuş və pamadamı çəkib qutardım. Və axır ki tam hazır oldum və şükür vaxtında çatdım. Artıq avtobusdayım burada. Qabaqdakı da elə professorda oturan və yanımdakı qrup yoldaşım sağ olsun bütün yolu mənə sabahki imtahan üçün hər şeyi izah elədi. 2 saatlıq yoldan sonra axır ki gəlib çatdıq. Təqribi 1 saata yaxın birinci bizə prezentasiya keçdilər. Burada Milan şəhərinin sualtı şəhər olduğunu öyrəndim ilk dəfə. Prezentasiyadan sonra eksponatlar olan hissəyə keçdik və onu sizə deyə bilərəm ki, mən bir art adamı deyiləm və mənə çox da maraqlı gəlmədi. Məsələn, burada nə demək istəyib rəssam? Yəni, sonra məsələn bu, niyəsə bunun içinə götürüb başını salıb və onun formasında bir şey düzəldib, bilinmir nədir. Sonra burada soruşdular ki, bizdən sizcə bu nədir? Mənim fikrimcə bu implanta oxşuyur. Amma dedi ki, yəni bu gözüymüş, gözü burada bildirmək istəyib və buradakı bu tələbələrin də gedib belə diqqətlə belə baxması ekstra qəribə gəldi. Burada ən maraqlı gələn belə şəkillərdən, rəsmlərdən biri buydu. Yanındakı da palma, niyəsə alüminiumdan palma düzəldiblər. Yəni bir nəfər mənə izah eləsin də nə deməkdir bu. Sonra belə bir rəsm əsər, üstündə də belə bir papaq, kovboy papağı. Yəni nəysə. Bizə yemək verdilər sonra burada. Hamburgeri də hansı ki içində rəngli hissəciklər vardı, çox qəribə. Vegan idi. Sonra bizə belə bir həyat göstərdilər. Bu da nə ilənsə əlaqəli imiş, amma cidden mən anlamadım və oradakı heç kimsə anlamadı. Sonra belə meyvələri bizə göstərdilər. Bu meyvələr də hər həftə dəyişirlərmiş 7 gündən bir və sonra da bu meyvələri bağışlayırlarmış. Amma bu meyvələr həmişə eyni identifik formada stolun üstünə yığılmalıymış. Bunun da bir mənası varmış, amma niyə bilmədim. Mən də soruşdum ki, meyvələri yeyirsiniz? Onlar dedilər yox, bağışlayırıq falan. Yəni qəribə. Burada da artıq evə qayıdırıq. Belə işlər.